Son illər Azərbaycanda xanımlar arasında bədən şəkilləndirmə əməliyyatı bir tendensiya olaraq yayılıb. Sizcə buna səbəb nədir və münasibətiniz necədir? Təbii ki, münasibətim yaxşı deyil. Bunu iki hissəyə bölə bilərik. Birincisi, insan fiziologiyasına çox böyük zərərlər var. Tibbi cəhətdən, yəni insanın piy qatı təkcə piydən ibarət deyil. Onun içində qan necə deyim, damarları gedir, sinir hüceyrələri var və həmin prosesdə həkimlər daha yaxşı bilər. Yəni o şiş vasitəsilə olur və bilinmədən bütün hüceyrələrə, bütün sinir toxumalarına təzyiq göstərilir. Yəni insan sırf öz komplekslərini örtmək üçün sağlamlığından keçməməlidir məncə. Çünki birinci özünü sevməlisən, psixoloji olaraq sağlam olmalısan ki, sən özündən barışıq olasan. Zaten psixoloji olaraq özündən barışıq deyilsənsə, sən bədən şəkilləndirmə də etsən, özündən barışmayacaqsan, yəni yaşaya bilməyəcəksən. Mən onu deyim ki, özgüvən itib ona görə. Əvvəllə kökü də var idi, arığı da var idi, heç insanlarda elə şey yox idi. İnsanların özlərinə inamları, güvənləri itib. O şəkil dəyişəndə nə dəyişəcək mən bilmirəm, amma hamı seçimində sərbəstdir deyəm, mən də baxmam, heç nəyə qarışmaq olmaz. Hər kəs öz seçimində sərbəstdir, Allah hamıya kömək olsun. Məncə qadınların özlərinə olan inamsızlığı və bəzi, məsələn, sosial şəbəkələrdə yaranan effektlər, və sosial şəbəkədəki bəzi qadınlara qarşı özən duyğusu, məsələn, digərinin bədəni qəşəngdir, mənimki də elə olmalıdır, ya da ki, digərinin burnu düzdür, insanlar özlərini özləri olduğu kimi qəbul etməyə bacarmırlar. Yəni, məsələn, mən özümə baxıramsa, mən bu halımla dünyaya gəlmişəm və bu halımla gözələm. Əslində, estetik əməliyyatların qarşısında yəni deyiləm, hər insan istədiyini edə bilər, amma bəzən sərhəddən çıxmamaq lazımdır, bu da var. Yəni məncə özünə inamsızlıqdır bunun əsas səbəbi. İnsanlar özlərini sevməyə bacarmırlar və xanımlarda, əksər xanımlarda bu özlərinə olan özgüvən səviyyəsi aşağı olmağı deməkdir. Və uşaqlıqda, yeniyetmə yaşında valideynlərdən, yaxınlardan, sevdiyi insanlardan diqqəti az gördüklərinə görə özlərini o diqqəti ancaq o əməliyyatların olunması ilə bağlayırlar. Yəni diqqət çəkmək üçün. O da 100% özgüvənliyin aşağı olmalıdır və öz sərhədlərini açıq şəkildə digərlərinə imkan verirlər ki, pozsunlar.